Mən Allahı sevirəm, deyirsən namaz qıl. Deyir, namaz boş şey deyir, nə deyirsən? Auzu billah. Deyirsən, oruç tut, şirk eləmə. Deyir, qəlbin təmiz olsun, qəs eləyəcək. Qəlbin təmizliyi əməllərlə bilinir. Bir kəs söyləyin ki, Muhammed sallallahu aleyhi ve sellemin qəlbindən daha təmiz qəlbi var. Kimsə ola bilməz. Allah subhanahu ta'ala ona ölənə qədər ibadət eləməyə əmrdir. Allah Rasulunun məgər qəlbi çirkin idi ki, o öləncə ibadət elədi. Deməli, iddiada yalancı olan, namaz qılmayıb, oruç tutmayıb, şirk eləyən, bidət eləyən və Allaha sevirəm deyənlərdir.